Çox təşəkkür edirəm, hörmətli xanım sədr. Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, təqdim olunan qanun layihəsi kifayət qədər vacibdir və xüsusən nəzərə alsaq ki, Azərbaycanda daxili qaz istehlakı illik olaraq 13,5 milyard kubmetrdir və daxili istehlakın təxminən 37% məhz əhali tərəfindən həyata keçirilir. O baxımdan mərkəzləşdirilmiş istilik sisteminin qurulması, mərhələli şəkildə prosesin başlaması, ilkilərin minimumlaşdırması, ilkin qiymətləndirmələrə görə təxminən 2 milyard kubmetr mavi qaza qənaət edilməsinə imkan yarada bilər ki, bu da təbii ki, bir tərəfdən Azərbaycanın mavi qaz ixracatının artmasına və ölkəyə daha çox valyutanın daxil olmasına imkan yarada bilər. İkinci oxunuşun tələblərinə uyğun olaraq bir sıra maddələr üzrə təkliflərimi təqdim etmək istərdim. Əvvəla, qanun layihəsinin birinci, yəni əsas anlayışlar bölməsində eyni zamanda təklif etmək istərdim ki, isti su təchizatı termini əlavə olunsun. Çünki və ya digər qanunverici orqanlarında da bu nəzərə alına bilər. Çünki istilik sistemi, xüsusən mərkəzləşdirilmiş istilik sisteminə keçid baş verirsə, amma mərkəzləşdirilmiş isti su təminat həyata keçirilmirsə, nəticə etibarilə ilə fərdi istilik avadanlıqlarından yenə də istifadə ediləcək. Çünki nəticə etibarilə nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə istilik təminatı həm də isti su təminatı anlamına gəlir. Ona görə də qanunvericilikdə bunun nəzərə alınması yalnız mərkəzləşdirilmiş istilik sistemi deyil, həm də mərkəzləşdirilmiş isti su sisteminin yaradılması və hüquqi bazasının formalaşdırılması məqsədə uyğun olardı. Yenə də qeyd etmək istərdim ki, əgər yaşayış binası istiliyi mərkəzləşdirilmiş qaydada alırsa, amma isti suyu mərkəzləşdirilmiş qaydada almırsa, yenə də fərdi istilik cihazlarına, avadanlıqlara ehtiyac yaranacaq. Onun əsas anlayışlar bölməsinin nəzərə alınmasını təklif etmək istərdim. Qanun layihəsinin 4.1.4 maddəsində dayanıqlı inkişaf sözünün inklüziv inkişafla əvəz olunması və ya əlavə olunmasını təklif edərdim. Çünki Cənab Prezidentin rəhbəri ilə həyata keçirilən siyasət həm də inklüziv inkişafı dəstəkləyir və bunun qanunun 4.1.4-cü maddəsinin nəzərə alınması məqsədə uyğun olardı. 4.2.3 maddəsində fasiləsiz sözünün davamlı sözü ilə əvəz olunması daha məqsədə uyğun olar. Çünki ümumiyyətlə, inkişaf etmiş ölkələrdə belə istər istilik, istər digər kommunal xidmətlərin obyektiv səbəblərdən fasiləsiz təminatı mümkün olmur. Amma davamlı təminat, təbii ki, bu bir vəzifədir, öhdəlikdir. Ona görə davamlı təminat daha uyğun hesab edirəm. 4.2.1-ci maddədə enerji təhlükəsizliyi anlayışı qeyd olunan makro anlayışdır. Əslində, burada enerji təminatından söhbət gedir. Çünki bu qanunun fəlsəfəsi makro deyil, mikro səviyyədə istilik sisteminin təmin edilməsinə xidmət edir. 4.2-ci maddədə təbii ki, bu maddənin yerindən işlənməsi məqsədə uyğun olar. Çünki burada qeyd olunur, maraqlar arasında balansın təmini əslində bu termin başa düşülən deyil. Daha yaxşı olardı ki, qeyd olunsun, subyektlər və istehlakçıların maraqlar nəzərə alınmaqla tarif siyasətinin müəyyənləşdirilməsi. Eləcə də 4.3.2 və 4.3.1-ci maddələrin yerinin dəyişdirilməsini təklif edirəm. Çünki 4.3.1-ci maddə investisiyanın təşviqini qeyd edir. Sonraki maddə isə investisiya mühitinin yaxşılaşdırılmasını özündə ehtiv edir. Əslində, investisiya mühiti yaxşılaşdırmalıdır ki, investisiyanı təşviq etmək mümkün olsun. Ona görə təklif etmək istərdim ki, bu maddələrin yeri dəyişdirilsin. 4.3.7-də istilik enerjinin istehsalı ilə yanaşı alternativ mənbələrdən istifadənin stimullaşdırmasının ayrıca qeyd olunması məqsədə uyğun olardı. Eləcə də nəzərə alsaq ki, qanun layihəsində vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr sırasında dövlət nəzarətinin həyata keçirilməsinin sənəddə 10-cu vəzifə kimi deyil, ön vəzifə kimi qeyd olunması məqsədə uyğun olardı və eyni zamanda təbii ki, bu 5-ci maddədə də nəzərə alına bilər. 5-ci maddədə tariflərlə bağlı nəzərə alsaq ki, tariflər müəyyənləşdirilən zaman son istehlakçı və ya dəyər zəncirinə uyğun olaraq tariflərin müəyyənləşdirilməsi məqsədə uyğundur. Çünki əgər MTK, yəni şirkət mavi qazı alırsa və daha yüksək tariflərini alırsa, amma onu sonradan istehlakçıya, vətəndaşa satırsa, son istehlakçı vətəndaşdır və tarif siyasətində bunun nəzərə alınmasına ehtiyac var ki, istilik daha yüksək tariflə və ya daha baha qiymətə vətəndaşa təqdim olunmasın. Mən çox zaman almaq istəmirəm, digər təkliflərimi istiqaydədə müzakirə edirəm.